bürcü 23 yanvar 2026-cı il. Yüngül qələbələr istəyirsiniz, xırda şeylərə görə diqqətinizdən yayınmadan, başqalarının səhvlərinə görə narahat olmadan planlarınızı həyata keçirmək arzusundasınız. Amma günün əvvəlində hər şey əksin olacaq. Öz işlərinizi kənara qoyub başqa insanların problemlərini həll etməli olacaqsınız. Bəzi qoçlara hətta adətən asan gördükləri işlər belə bugün daha çətin gələcək. Bürcün nümayəndələri başladığını yarımçıq qoymağa meyilli deyil. Çünki adətən heç bir maneə onların niyyətindən döndərə bilmir. Amma çox gücün boş yerə sərf olunması riski var. Bu halda ən yaxşı fikir biraz gözləmək ola bilər. Çox mümkündür ki, günün ikinci yarısında müsbət tendensiyalar güclənsin və siz ulduzların dəstəyini hiss edəsiniz. Boğa bürcü 23 yanvar 2026-cı il. Özünüzə elə gələcək ki, artıq kifayət qədər iş görmüsünüz. Layiqli bir mükafata haqqınız çatır. Hətta bu mükafat dərhal gəlməsə də ruhdan düşməyin. Bir çox şey sizin xeyrinizə formalaşacaq. Sadəcə istədiyiniz nəticəni gözlədiyinizdən biraz gec alacaqsınız. Bazar günü analiz üçün çox uyğundur. Özünüzü sərt tənqid etməkdən və tələsmədən son günlərdən nəyin xüsusilə yaxşı alındığını, nələri isə yaxşılaşdırmaq istədiyinizi düşünün. Gələn həftə üçün planlar da qura bilərsiniz. Məqsədləri və onlara çatmaq üçün atacağınız addımları müəyyənləşdirin. Prioritetləri sınayın. Bu proses sizə əslində nə istədiyinizi anlamaqda kömək edə bilər. Bundan sonra yanınızda məsləhətlə və ya işlə dəstək verməyə hazır insanlar da peyda ola bilər. Hətta özünüzün də yaxşı bacarığınıza əmin olsanız belə könüllü köməkdən imtina etməyin. Əkizlər bürcü 23 yanvar 2026-cı il. İntuisiya bir çox sualın cavabını tapmağa kömək edəcək. Bundan sonra hara yönəlməli olduğunuzu göstərəcək. Planlaşdırdıqlarınızın hamısını dərhal aydınlaşdırmaq alınmasa narahat olmağa dəyməz. Çox keçməz, vəziyyət daha əlverişli olar və siz də hərəkətə başlayarsınız. Bayram qabağı qaça-qaçda bugün yaranan ideyaları unutmayasınız deyə tənbəllik etməyib onları qeyd edin. Bir çox əkizlər bugün darıxdırıcı məişət işləri ilə məşğul olmaq istəməyəcək. Daha parlaq və qeyri-adi nələrə isə can atacaq. Amma ən azı ən təcili problemləri həll etmək vacibdir ki, onlar daha əhvalınızı korlamasın. Bunu bacaran kimi ovqatınız düzələcək. Əyləncələr, gəzintilər və görüşlər daha çox sevinç gətirəcək. Xərçəng bürcü 23 yanvar 2026-cı il. Mühiti dəyişmək faydalı olacaq. Adi çevrədən çıxmaq, ünsiyyət dairənizi genişləndirmək, hələ getmədiyiniz yerlərə baş çəkmək fürsətini qaçırmayın. Bütün bunlar fikirlərinizi xeyli təzələyəcək. Gündəlik işlərə yeni yanaşma tapmağa kömək edəcək. Xoş tanışlıqlar mümkündür. Bugün qarşılaşdığınız insanlar həyatınızda mühüm rol oynaya bilər. Məsələn, maraqlı bir şey təklif edərək və ya ideyanızı dəstəkləyərək. Gün həm də köhnə əlaqələri bərpa etmək, küslü olduğunuz insanlarla barışmaq üçün uyğundur. Vaxtilə incitdiyiniz insanlar üzrxahlığınızı qəbul edəcək və ünsiyyəti davam etdirməyə sevinəcəklər. Darılmaqdan, yorucu rutin işlərdən bəzilərini, əgər yanınızda onların öhdəsindən mütləq gələcək biri varsa, başqasına tapşıra bilərsiniz. Həvalə etmək mümkün olmayan işləri isə çox vaxt sərf etməməyə çalışın. Bugün başladığınız hər işdə ideal nəticə almağa çalışıb özünüzü tükətmək lazım deyil. Şir bürcü 23 yanvar 2026-cı il. Xoş olanı faydalı birləşdirmək əla alınacaq. Siz nəsə yararlı bir şey öyrənmək fürsətini qaçırmayacaq, çətin bir mövzunu tez anlayacaqsınız. Nəyəsə ciddi girişsəniz, başladığınız yolun yarısında atmayacaqsınız. Uzun zamanda sınamaq istədiyinizi seçin. Praktik kurs, qısa master-klass və ya maarifləndirici webinar. Hətta buna cəmi 1-2 saat ayırsanız belə faydalı bir bacarıq qazanacaq, üstəlik əhvalınız da yaxşılaşacaq. Bazar günü xırda işləri tamamlayıb səliqə-səhman yaratmaq lazımsız şeylərdən qurtulmaq üçün uyğundur. Əsas olur ki, hər şeyi birdən etməyə çalışmayın. Kiçik bir siyahı tutun və istirahət üçün də vaxt saxlayın. Beləliklə həm vaxt itirməyəsiniz, həm də gücdən düşməzsiniz. Bugün xüsusilə cazibədar olacaqsınız, ətrafınızdakılar bunu mütləq hiss edəcək. Vaxtınızı kiminlə keçirməyə seçərkən intuisiyanıza güvənin. Bu səmimi marağı ötəri heyranlıqdan ayırt etməyə kömək edəcək. Qız bürcü 23 yanvar 2026-cı il. Biraz tempinizi aşağı salmağa çalışın. Nə özünüzü, nə də başqalarını tələsdirməyin. Bugün demək olar ki, hər məsələdə səbirsizlik göstərməyə meyilli olacaqsınız. Bir çox qız istərdi ki, bütün problemlər dərhal həll olunsun. Yaxınlar izahat olmadan onları başa düşsün. Suallara isə dərhal cavab tapılsın. Amma məsələskənlik bugün əhvalı poza, lazımsız gərginlik yarada bilər. Yaxınlarla xüsusilə incə davranın.
Gün münasibətləri aydınlaşdırmaq və ya yığılıb qalmış problemləri müzakirə etmək üçün qətiyyən uyğun deyil. Belə söhbətlər ciddi incikliklərə və dava dalaşa gətirib çıxara bilər. Xırda detallara görə fikir ayrılıqları yarana bilər. Mühitin gərginləşməsi bahasına dirənməkdənsə kiçik güzəştlərə getmək daha yaxşıdır. Xüsusilə sevdiyiniz insanla ünsiyyət, irad və tənqidi qeydlərdən uzaq durmaq vacibdir. Tərəzi bürcü 23 yanvar 2026-cı il. Maliyyə işlərində qayda yaratmaq imkanı olacaq. Bəzi tərəzilər az da olsa əlavə qazanc yolunu tapacaq. Digərləri isə mövcud pulu necə daha düzgün xərcləmək lazım olduğunu anlayacaqlar. İntuisiya hansı xərcləri sakitcə azaltmağın mümkün olduğunu, nəyə isə qənaət etməyin düzgün olmadığını göstərəcək. Həmçinin hesabları vaxtında ödəyib ödəmədiyinizi, bağlamamış kredit və borcların qalıb qalmadığını yoxlamaq üçün də münasib gündür. Onlardan çoxdan qurtulmağın vaxtı çatıb. Pullarla bağlı qərarları tələsmədən versəniz, səhvlərə yol verməyəcəksiniz. Ciddi və çətin işlər üçün bu gün ən uyğun vaxt deyil. Bir çox tərəzinin özümü lazımi ritmə kökləməsi çətin olacaq. Amma xırda tapşırıqları yoluna qoymaq və ya çoxdan əl dəyməyən işləri tamamlayıb bitirmək mümkündür. Burada çətinlik olmayacaq. Hətta gözlədiyinizdən də tez uğur qazanacaqsınız. Əqrəb bürcü 23 yanvar 2026-cı il. Gün təəccüblü dərəcədə uğurlu olacaq. Siz çox şey istəyəcəksiniz, amma düşündüyünüzdən də artığını əldə edəcəksiniz. Uğur asan gələcək. Bir çox şey öz-özünə yaxşı alınacaq. Sizə isə sadəcə intuisiya nə deyirsə onu etmək qalacaq. Hətta böyük həvəssiz başladığınız işlərin öhdəsindən də tez və keyfiyyətlə gələcəksiniz. Xüsusilə çətin tapşırıqların həlli üçün günün birinci yarısı daha uyğundur. Çünki bu vaxt diqqəti toplamaq sizə daha asan olacaq. Plansız xərclərə də özünüz icazə verə bilərsiniz. Amma pulu uzun müddət sevinc gətirəcək şeylərə xərcləmək daha yaxşıdır. Məsələn, ev üçün faydalı əşyalara, kiçik pul daxil olmaları da mümkündür. Bəzi əqrəblər isə bugün potensial tərəfdaşlarla gəlir gətirəcək əməkdaşlığın başlanğıcı barədə razılığa gələ biləcəklər. Oxatan bürcü 23 yanvar 2026-cı il. Gün çox hərəkətli olacaq və o qədər hadisə və təəssürat gətirəcək ki, axıra doğru hətta ən enerjili oxatanlar belə yorğunluq hiss edəcəklər. Gücünüzü qorumaq üçün səhərdən rahat bir temp seçmək və hər şeyə çatmağa çalışmamaq daha yaxşıdır. İşlər arasında fasilələr vermək, bəzən qayğılardan yayınaraq xoş bir şeylə məşğul olmaqdan faydalıdır ki, vaxtından əvvəl taqətdən düşməyəsiniz. Gəliri biraz artırmaq imkanı olacaq. Məsələn, əlavə saat işləməklə, xüsusilə xidmət sahəsində çalışan oxatanlar üçün bu baxımdan gün uğurlanacaq. Böyük xərclər isə çətin ki, lazım olsun. Günün ikinci yarısına alış-verişə çıxsanız, bir neçə uğurlu seçim edə biləcəksiniz. Oğlaq bürcü 23 yanvar 2026-cı il. İşlər həddindən artıq yığılıb qalıb. Ona görə də hər oğlaqın sakitcə dincəlməsi alınmayacaq. Kiminsə gözləntilərinizi doğrultmağına və ya vəd etdiyini sizin düşündüyünüz kimi yerinə yetirmədiyinə görə çətinliklər yarana bilər. Buna görə özünüzü çox yormayın. Diqqətinizi elə indi düzəldə biləcəyiniz şeylərə yönəldin. Gün maliyyə məsələlərini, həlli, eləcə də yaxınlarla ümumi büdcə və planlaşdırılan xərclər barədə danışmaq üçün əlverişlidir. Mövqeyinizi sakit şəkildə çatdıra biləcəksiniz və adətən israfçılığa meyilli olan insanlar belə sizin təsirinizlə daha qənaətçil davranmağa başlayacaqlar. Dolça bürcü 23 yanvar 2026-cı il. Səhərdən özünüzü adət etdiyinizdən daha enerjili hiss edəcəksiniz. Qətiyyət və eyni anda bir neçə işi həll etməyə hazır olmağınız uzun müddət səxirə salınmış məsələləri yenidən dərb etməyə kömək edəcək. Amma yenə də əvvəlcə plan qurmaq, prioritetləri müəyyənləşdirmək daha yaxşıdır ki, sonradan ən vacib işi çatdırmamaq riski yaranmasın. Peşəkar inkişafınız və ya biznes layihələrinin böyüməsi ilə bağlı maraqlı ideyalar yarana bilər. Onları dərhal reallaşdırmaq alınmayacaq. Amma hər şeyi sakitcə düşünüb danışmaq, yaxın aylarda nəyə nail olmaq istədiyinizi, hansı addımları atmalı olduğunuzu, gələn həftə kimə yazmaq və ya zəng etmək lazım olduğunu dəqiqləşdirmək üçün vaxtınız olacaq. Daha təcrübəli insanların məsləhətlərinə qulaq asın. Bəzən kənardan deyilən bir neçə sadə qeyd səhvlərdən yayınmağa, məqsədə daha qısa yolla çatmağa kömək edir. Balıqlar bürcü 23 yanvar 2026-cı il. Gün sizə biraz çətin və yorucu görünə bilər, amma gözlənilməz böyük problemlər gətirməsi ehtimalı azdır. Siz çoxdan hiss edirdiniz ki, nəsə plan üzrə getməyə bilər. Ona görə də baş verənlər sizi qəfil yaxalamayacaq. İntuisiyanıza qulaq assanız, necə daha yaxşı davranmağın, nədən başlamağın, nəyi isə sonraya saxlamağın doğru olduğunu kifayət qədər tez anlayacaqsınız. Hər halda hər şeyi birdən etməyə çalışmayın.
Əsas olanı seçin və addım-addım irəliləyin. Əhvalınız dəyişkən olacaq. Səhər enerjili və nikbin olan balıqlar günorta xırda şeylərə görə məyus olar. Başqa gün olsa fikir verməyəcəkləri sözlərdən incik düşə bilərlər. Ətrafdakılara sizinlə nə baş verdiyini anlamaq asan olmayacaq. Emosiyalarınızı idarə edib hisslərinizi danışa bilsəniz, çox ehtiyac duyduğunuz dəstəyi mütləq alacaqsınız.